Tanınmış jurnalist və televiziya aparıcısı Səidə Bəkir qızının verilişin çəkilişi zamanı halı pisləşib və o studiyada yıxılıb. Patrolazı məlumatına görə hadisədən dərhal sonra çəkiliş komandası tərəfindən təcili tibbi yardım briqadası çağırılıb. Həkimlər tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra aparıcı təcili yardım avtomobili ilə xəstəxanaya yerləşdirilib. Vətəndaş mövqeyimlə Rayət İmam Əliyev. Dünən Səidə Bəkir qızının halı pisləşib xəstəxanaya qaldırıldı. Şükür, vəziyyəti indi yaxşıdır. Patrol az saydı bu xəbəri yayanda rəyləri oxudum. Sadəcə olaraq dəhşətə gəldim. Biri yazır ki, şov göstərir, biri yazır kaş həqiqət olaydı, biri yazır ki, kaş salamat çıxmayaydı, ölərdi. İnsaniyyətlik bu qədər mi ölüb? Maraqlıdır ki, yazanların əksəriyyəti də bığı burma kişilərdir. Nə bilim, Səidə məcburi köçkünlərə onu dedi, bunu dedi. Xahiş edirəm, köhnə palan içə eşələməyin. Söhbət bir anaya ölüm arzulayan, iki balaya yetimlik arzulayanlardan gedir. Başa düşdük, Səidə Bəkir qızı sizi tənqid etmişdi. Siz də onu tənqid edən videolar buraxdınız. Təbii ki, tənqid hər kəsin haqqıdır. Sizə heç kəs bir söz deyə bilməz. Unutmamışıq ki, sosial şəbəkəni açan kimi üzümü Səidə Bəkir qızına tuturam sözü ilə başlayan videolardan qulaqlarımız yağır olmuşdu. Onun xəstəxanaya düşməyində çoxlarının tənqidi yox, təhqir dolu videoları rol oynadı. Stres, həyəcan, əsəb keçirdi. Təhqir etmişdisə, Cinayət Məcəlləsinin 148-ci maddəsi var, verərdiniz məhkəməyə. Amma Səidə heç kəsə ölüm arzulamamışdı axı. Səidə hansı köçkünün balasına, anasına ölüm arzulamışdı ki? Birindən soruşuram ki, təhqir etmişsə, niyə məhkəməyə vermədin? Deyir ki, Azərbaycan qadını məhkəmələrdə süründürmək, həbs etdirmək Azərbaycan kişisinə yaraşmaz. Bəs bir Azərbaycan qadınına, bir anaya ölüm arzulamaq kişiliyə yaraşarmı? Yaraşarmı bir Azərbaycan kişisinə iki uşağa yetimlik arzulamaq, bir qadına ölüm arzulamaq? Naxçıvanda Kərbəlayı İsmail 1930-cu ildə bolşeviklərin təqibi ilə Arazın o tayına keçəndə hamilə gəlinini, qan düşməni və düşmənçilik apardığı Usuboğlunun evinə gətirir və deyir: Usuboğlu, gəlinim sənə əmanət, onu o tərəfə keçirə bilmirəm. Usuboğlu Kərbəlayın yanındaca öz arvadını çağırıb deyir: bu qadın Kərbəlayının gəlinidir, düşmənçiliyimiz öz yerində, amma gəlini sənə tapşırıram, onun başından bir tükəşçik olsa başını kəsərəm. Usuboğlu öz oğlunu da girov kimi Kərbəlayıya verir, deyir ki, qaydanda oğlumu gətirib, gəlinimi sağ-salamat apara bilərsən. Ən əsası, Kərbəlayı geri dönəndə İrandan Arazı keçərkən Ruslarla güllə barana düşür və qan düşməni Usuboğlunun oğlu atışmada ölür. Kərbəlayı meyidi götürüb kəfəni də geyərək gəlir qan düşməninin qapısına ki, buyur, öldür məni, sənin oğlun şəhid düşdü və mən sənin əmanətini qoruya bilmədim. Qan düşməni Usuboğlu cavabında deyir: Kərbəlayı, gəlinin oğul dünya gətirdi, əmanətini al, götür, amma bir şərtim var, nəvənə mənim ölmüş oğlumun adını qoyarsan. Bəli, biz bu kişilərin törəmələriyik. Azərbaycanda bu cür kişi kimi düşmənçiliyi aparan kişi ərənlər olub. Sizlər kimi bir anaya, bir qadına ölüm arzulayan yox. Kişi düşmənçiliyini kişi ilə aparar, qadınla yox.